Bizim Sədanın 46-cı buraxılışı ilə studiyada mən, Solmaz Süleymanlıdır. Bir aylıq istirahətdən sonra xoş gördük sizləri. Bu yayı mən sevirəm də. Deyəcəksiniz, axı nəyini? İstidən boğulmaqdan başqa bizə bu yay nə verir axı? Amma məncə elə deyil. Yayın da gözəlliyi elə onun istisindədir də. Hələ mən məzuniyyətə çıxa bilməkdən, ürəyimiz istəyən kimi dincəlməkdən, dənizdə, Bakı bağlarında, bölgələrdə istirahət edib əylənməyimizdən danışmıram. Çox uzağa getməyək. Elə bu dondurma keyfinin özü belə nəyə desən dəyər. Bəlkə belə deyil. Şəxsən mən yayda gün ərzində ən azı 5 dənə dondurma yeməsəm rahat olmuram. Əməkdaşımız Ülviyə də belədir. Onunla şəhərdə yemədiyimiz dondurma növü qalmayıb. Plan 1-dən tutmuş Eskimoya qədər. Dondurma necə və harda yaranıb sualı Amerikalılar, Fransızlar və İtalyanlar arasında həmişə mübahisəli məsələlərdən olub. Əslində isə dondurmanın tarixi bizim eradan 3000 il əvvələ təsadüf edir. Hələ o zaman Çində varlılar ondan desert kimi istifadə edib süfrəyə dondurulmuş meyvə şirəsi şəklində verirdilər. Bəs görəsən şəhər əhalisi bu sərinləşdirici qida ilə bağlı kifayət qədər məlumatlıdırmı? Hansı növ dondurmaya üstünlük verirsiniz? Fərq etmir, ona fikir vermirəm belə. Xoşlayıram, ancaq yeyə bilmirəm. Ən çox hansı növlərini xoşlayırsınız? Hansı dondurma? Slivoçni. Fərqi yoxdur, əsas o ki, yaxşı dad olsun. Dondurma alanda əsas nəyə fikir verirsiniz? Keyfiyyətinə, vaxtına. Çox xoşlayıram. Əsas tarixinə. Təzə olsun, yeni olsun. Dondurmanın hazırlanması yəqin ki, hər kəsə maraqlıdır. Elə mənim özümə də. Bu məqsədlə üst tutduq dondurma istehsal olunan müəssisələrdən birinə. Hansı ki, burada dondurmalar heç bir əl dəymədən sadəcə qurğunun işə salınması ilə hazırlanıb, şok adlanan soyuducuda dondurulur. Hazırda biz dondurma istehsalat sahəsində gördüyünüz kimi qızğın iş gedir və indi biz daha ətraflı yaxından tanış olacağıq. Odur ki, vaxt itirmədən keçək əsas məsələyə. İlk soyuducu maşın 19-cu əsrdə yaradıldı. Azərbaycanda isə ilk dəfə dondurma istehsalına 1934-cü ildə başlanılıb. Əvvəl ayrı-ayrı xırda sahibkarlar, eləcə də bəzi restoranlar çox az miqdarda dondurma istehsal edirlər. Bugün isə əksinə, indi dondurma istehsalı ilə məşğul olan kifayət qədər şirkətlər var. Fərqi isə onların istehsal etdiyi dondurmanın dadındadır. Dondurma qarışığı bu istehsalatda bişirilir. Müsbət 95 dərəcəyə qədər. Qarışığa götürülmüş yağ, şəkər, süd bu qazana tökülür. Qazanda müsbət 95 dərəcəyə gələn bişir. Bişəndən sonra qamagenizator deyən avadanlıqda qamagenləşir. Ondan sonra soyutma avadanlığında soyudulub o tanklara vurulur. Dondurma çubuqlanır, şəkil verilir, glazurlanır, müxtəlif meyvə ingrediyentlər əlavə olunur və mənfi 40 dərəcə olan tuneldə şoklanmaya gedir. Çəkiliş qrupu ilə birlikdə dondurmaların sözün həqiqi mənasında şoka salındığı qurğunun içərisində də olduq. Bu şoklama adlanan soyuducu o qədər soyuq idi ki, düz 3 saniyənin içində təpədən dırnağa kimi buz bağladıq. Deyildiyi kimi bura doğrudan da Sibiri xatırladırdı. Hazırda biz şoklama əməliyyatındayıq. Yəni burada dondurmalar yumuşaq halda olub, sonradan bərkiyir. Yəni şoka düşür. Burada 40 dərəcə temperatur var. Dondurmanın növləri də müxtəlifdir. Kimi qəhvəli dondurma, kimi qaymaqlı, yəni plan 1, kimisi də Eskimo adlanan dondurma xoşlayır. Bunların da hər birinin ayrı-ayrılıqda yaranma tarixi var. Məsələn, qəhvəli dondurma ilk dəfə 1799-cu ildə Hamburqda hazırlanıb. 100 il əvvəl Amerikalı Nelson şokolad içində dondurma yaradıb və bunu Eskimos xalqının çox sevdiyi Eskimo projnası adlandırıb. Bəli, səhv etmirsiniz. Söhbət hazırda bizim də sevərək yediyimiz çubuqlu şokoladlı Eskimo dondurmasından gedir. Gördüyünüz kimi bu dondurmalar plan 1 dondurma adlanır. Yəni isti dondurma. Yəni qətiyyən soyuqluğu yoxdur və dəqiq bilmək üçün indi biz dadına baxacağıq və sizə də deyəcəyik. Doğrudan da çox dadlı və deyərdim ki, əsl dondurmadır. Sərinləşdirici qida məhsulu kimi sayılan dondurmanın tərkibində təzə sağılmış süd, şəkər tozu və qaymaq olur. Bunlar ayrı-ayrılıqda insan orqanizminə faydası var. Vitaminlərlə zəngin olan süd və qaymaq cana, şəkər tozu isə yaddaşa müsbət təsir göstərir. Bakı Meşalkada biz aqarları bişiririk. Burada qurutmadır. Qurutma sistemi simetin quruluğunu təyin edirik, quru maddəsini burada. Burada südün analizi üçün
südün yağlılığını, südün tərkibində olan 6 maddəni göstərir. Deməli, süddə yağlılıq, somu, quru maddə, sıxlığı göstərir. Maraqlıdır. Görəsən bu dondurmanı bərk saxlayan nədir? Dondurmanın keyfiyyətli, dadlı ve bizim gördüğümüz kimi olması için onun içerisinde səhləf deyən bir bitkinin tozu qatışdırılır. Səhləf soğanaqlı bitki növünə məxsusdur. Əsasən Türkiyənin Qəhrəmanmaraş şəhərinin ərazisində bitir və Azərbaycanda da var, bu Dəvəçidə və başqa regionlarda var. Bu soğanağı yığırlar, təmizləyirlər. Emal edəndən sonra bunu üyüdüb toz halına salırlar. Və gördüyünüz bu həmin səhləbin tozudur. Yəni onun unudur. Və hər bir ton dondurmaya 4-5 kilo bu səhləbdən əlavə olunur. Deyilənə görə qışda 5 gündən bir, yayda isə hər gün bir ədəd dondurma yeyən heç vaxt xəstələnməz. Odur ki, əziz dondurma sevənlər, necə deyərlər, hər şeyin öz vaxtı var. Nə qədər ki, yay fəslidir, havalar istidir. Odur ki, doyunca dondurma yeyə bilərsiniz. Yeyin, nuş olsun. Ülvi Əzimzadə, Əfqan Pənahoğlu, Lider TV. Belə deyirlər ki, ən gözəl, dadlı, qaymaqlı dondurmalar ruslara məxsusdur. Elə Ukraynada dondurma istehsalına görə onlardan heç də geri qalmır. Bunu isə əməkdaşımız Allahverdi deyir. Bu yaxınlarda Kiyevdə səfərdə olan Allahverdi o qədər maraqlı hadisələrlə rastlaşıb, şəhərin tarixi yerlərində olub ki, danışdıqca doymaq bilmir. Mənə deyir ki, solmaz, Ukraynada bir yer var, özündə çoxlu sir və müəmmalar gizlədir. Bu Odessada yerləşir. Adını da belə qəribə dediyim, yadıma düşdü, katakombalar. Deyir, burada hətta hər bir daşın öz tarixi var. Bir sözlə, yeraltı keçidlərlə, labirintlərlə dolu şəhərdir. Yəni, ora düşən nabələd insan çətin ki, yolu tapıb çıxa bilsin. Və əgər mən orada bircə saat tək başına gəzib geri qayıda bilsəm, Allahverdi mənə istədiyim hədiyyəni alacağına söz verib. Elə mənim üçün də maraqlıdır. Görəsən, ora necə yerdir? Doğrudan ora düşən azı belə oralarda da qalır. Əgər sizlər üçün də bu katakombaların müəmmalı, sirli aləmi maraqlıdırsa, gəlin bir yerdə baxaq. Katakomba İtalyanca yeraltı sərdabə, qəbir deməkdir, yeraltı labirintdir. Odessa katakombalarının 200 ildən çox yaşı var. Əvvəllər daş karxanası kimi nəzərdə tutularaq inşa edilən katakombalardan sonralar tam başqa məqsədlər üçün istifadə edilməyə başlanıldı. Ümumi uzunluğu 2,5 min kilometr olan Odessa katakombaları hazırda dünyanın ən uzun yeraltı şəhəri hesab edilir. Maraq üçün qeyd edək ki, Roma katakombalarının uzunluğu 300, Paris katakombaları isə 500 kilometr təşkil edir. Мы находимся в катакомбах Холодной Балки. Это один... Hazırda biz Soyuq dərə adlanan ərazidəyik. Bu ərazi özünün relyefi və katakombalarının mürəkkəbliyi ilə fərqlənir. Alman ordusunun daim uğursuzluqla qarşılaşdığı bir məkandır bura. Şəhərin mühafizəsində böyük rolu olan Odessa katakombaları qəliz infrastruktura malikdir. В целом, состояние района неплохое. Odessa katakombaları yeraltı labirint və tunellərdən ibarət şəbəkədir. Burada mağaralar, kəşfiyyat və tikinti şaxtaları, bunkerlər, su drenaj sistemi, yağış kollektoru və digər yeraltı infrastruktur mövcuddur. Dərinlik 90-95 metr, bəzi yerlərdə isə 100-110 metrə çatır. Buralar çox qorxulu, həm də çox çətin keçilən ərazilərdən ibarətdir. Mütəxəssis deyir ki, burada turistlər addən gələndə, bura girəndə mütəxəssis girirlər, daxil olurlar və ərazinə tanış olmaq istəyirlər. Amma ərazidə o qədər giriş-çıxış var ki, onlar çıxmaq istəyəndə yolu itirirlər, azırlar və nəticədə belə deyə də ya azıb qalırlar burada, dünyasını dəyişirlər, onları eşidən olmur, tapa bilmirlər və yaxud da ki, bir müddətdən sonra mütəxəssislər biləndə ki, həmin insanlar yoxdur, tapılmayıb və yaxud da ərz edən müraciət olunub ki, onlar tapılmalıdır, o insanlar yoxdur, araşdırırlar və tapıb çıxardılar. Tarixçilər yeraltı şəhərin dəqiq yaranma tarixini bilmir, amma buranın ilk ziyarətçisi 1813-cü ildə olub. Divardakı yazılar belə deməyə əsas verir. Odessa katakombaları 2-ci Dünya müharibəsi zamanı partizan və şəhər əhalisinin əsas istehkamı sayılırdı. Müharibə zamanı minlərlə şəhər əhalisi mal-qarasını, ailəsini götürüb burada yaşamağa başlayıblar.
Здесь, в катакомбах Холодной Балки, а во время войны... İlk partizan dəstəsi Nervaysk kəndində formalaşıb. 64 kişi, 5 qadın və bir neçə yeniyetmədən ibarət olan qrupa Malatçov Badev başçılıq edirdi. Dəstə 2 hissəyə bölünürdü. Onların yarısı katakombalarda qalırdı. Digər qrup isə özlüyündə 3 kiçik dəstəyə ayrılıb gizli şəkildə şəhərdə məskunlaşırdılar. Onlara bölüyün qulağı və gözü deyirdilər. Çünki həmin 3 dəstə lazımı hərbi məlumatları toplamaqla məşğul idilər. Aydın məsələ idi ki, partizanlar hər dəfə şəhərə çıxa bilmirdilər. Ayda bir dəfə və yaxud da 2 dəfə çıxardılar və özləri üçün lazım olan ərzaqları alıb yerin altına, yəni burada katakombalarda hazırladıkları bu cür sağlanacaqda saxlayırdılar. Burada ideal temperatur var. Mütəxəssislər deyir ki, il boyu temperatur dəyişməz olaraq qalır. Yəni müsbət 13-14 dərəcə təşkil edir. Bələdçimizin sözlərinə görə partizanlar katakombalardan daha çox tələ kimi istifadə edirdilər. Yəni onları təqib edən almanlar müəyyən əraziyə çatdıqda başa düşürdülər ki, onlar azıblar və artıq geriyə dönmək gecdir. Nəticədə almanlar ya əsir düşür, ya da ölümə məhkum olunurdular. Alman kəşfiyyatçılarına partizanların katakombalara hansı tərəfdən daxil olduğunu müəyyən etmək tapşırığı verilmişdi. Bir müddətdən sonra nəhayət ki, gizli girişlərdən bir neçəsi müəyyən edilir və komandanlıq hücuma keçmək əmrini verir. Yerin altında qısa fasilələrdə düz 2 sutka atışma gedir. Sonda nasistlər başa düşdülər ki, bu cür şəraitdə partizanlarla döyüşmək qeyri-mümkündür. Qaranlıqda kimisi yolu azıb əsir düşürdü, kimisi isə fanarı yandırarkən snayperin gülləsinə tuş gəlirdi. Partizanlarla mübarizə aparmaq almanlar üçün elə də asan deyildi. Komandanlıq bunu çox gözəl anlayırdı və yaranmış vəziyyətdən çıxış yolu kimi digər alternativ üsullardan da istifadə edirdi. İlk olaraq şəhəri partizanlardan təmizləmək və asayişi təmin etmək məqsədi ilə 16.000 alman əskərini burada saxlamaq qərarına gəlir. Almanlar başa düşürdülər ki, partizanlarla bu cür şəraitdə vuruşmaq qeyri-mümkündür və onlar nə etmək qərarına gəlirlər? Bütün giriş və çıxışları minalamaq və betonlamaq və bəzilərini partladaraq uçurdurdular. Yəni nə giriş olsun, nə çıxış olsun. Və bundan çıxış yolu olaraq partizanlar quyu qazmağa başladılar. Yəni gördüyünüz bu cür quyular, indi düzdür bunlar uçurum olub burada, daşların altında qalıblar. Bu quyular vasitəsilə bir-birləri ilə əlaqə saxlayır, məlumatlar ötürürdülər. Yəni kəşfiyyat, əsasən partizanlar kəşfiyyat xarakterli məlumatları bu quyular vasitəsilə bir-birlərinə ötürürdülər. Bəzi fərziyyələrə görə çıxılmaz vəziyyətdə olan Alman ordusu bütün ərazini mühasirəyə alıb və katakombaların içərisindən zəhərli qaz buraxmaq qərarına gəlir. Amma bu versiya məntiqə uyğun gəlmir. Ona görə ki, ərazi həm böyükdür, 2,5 kilometr, həm də buranın xüsusi havalandırma sistemi var idi. Bizi müşahidə edən mütəxəssis deyir ki, deyəsən yolu azmışıq. Eyni ərazini 20 dəqiqə olar ki, fırlanırıq. Amma hələ də yolu tapa bilmirik. Çox qəribədir. Deyilənə görə Ukraynanın işğalı zamanı Odessa və onun ətrafında 13 partizan dəstəsi almanlara qarşı fəal mübarizə aparıb. Onlar silah-sursat və müxtəlif cür partlayıcılarla təchiz olunmuşdular. Mütəxəssislər ümumiyyətlə bu ərazilərdə çox gəzməyi məsləhət görmür. Onun da öz səbəbləri var, yəni müxtəlif təhlükələr var. O təhlükələrdən biri də bu bəzi ərazilərin vaxtilə almanların partizanlara qarşı mübarizəsində əraziləri minalamasıdır. Yəni bilsinlər ki, partizanlar hansı tərəfdən hərəkət edirlər, o səsləri eşitsinlər ona görə və mütəxəssislər deyir ki, həmin minalar, bəzi minalar ərazidən təmizlənməyib. Ona görə də irəliyə qarşı çox hərəkət etmək təhlükədir. Ola bilsin ki, deyilənə görə, mütəxəssisin dediyinə görə biz yəni minaya düşə bilək. Odessa katakombaları insan əli ilə yaradılmış ən unikal yeraltı tikintidir. Burada mətbəx, hamam, qərərgah və digər aidiyyatı və lazımı otaqlar yaradılmışdı. Divarlarda çəkilən şəkillər, yazılan yazılar burada yaşanan tarixi hadisələrdən xəbər verir. Katakombalar indi özünün elə də yaxşı dövrünü yaşamır. Vaxtilə almanların hücumlarına sinə gələn bu ərazi, bu bunkerlər, belə deyək, indi uçulub dağılma təhlükəsi ilə üzləşib. Bütün ərazi gördüyünüz kimi daş parçaları və qayalardan ibarətdir. Bunun özü də təhlükədir. Gəzən yerdə qolunu və yaxud da ayağını zədələyə bilərsən. Odessa katakombaları indi də alimlərin diqqət mərkəzindədir. Çünki onun tarixi hələ tam olaraq araşdırılmayıb. Ölkənin yazarları öz əsərlərində partizanların Alman ordusuna qarşı müqavimətini Qaradənizin dalğası adlandırırlar. Hazırda Ukrayna hökuməti ölkə tarixində mühüm və əvəzsiz rolu olan yeraltı şəhərin bərpası və qorunub saxlanılması istiqamətində müvafiq işlərə başlayıb. Allahverdi Nadiroğlu, Turab Məmmədov, Lider TV, Ukrayna, Odessa. Yox, Allah verdi. Mən Odessaya katakombalara baxmağa gedəsi olmadım, ay qardaş.
hədiyyəyə görə də çox sağ ol. Elə vermişkən varsan. Vaş! Ay, sənə nə deyim? Gördünüz də? Özünüz gördünüz də? Hə, deyirəm axı bayaqdan sizə başıma gələn bir hadisəni danışmalıydım. Ötən gün işə gəlmək üçün məhəllə arası binaların altından keçirdim. Bir də gördüm ki, bir pomidor şappıltı ilə gəlib düşdü düz başımın ortasına. Üstüm, başım nə günə düşdü, indi təsəvvür edirsiniz də. Özü də xarab pomidor. Elə başımı qaldırmışdım ki, dişimin dibindən çıxanı bu mədəniyyətsizə deyən, bu dəfə də bir qap suyu götürüb atdılar üstümə. Hirsimdən zibil atılan 5-ci mərtəbəyə necə çıxdığımı bilmədim. Nə qədər döydümsə qapını açan olmadı ki, ağzımdan çıxanı bu dırnaq arası mədəniyyət nümunəsinə deyim. Təbii ki, bu hərəkəti edən heç mənə qapı açardı. Dəli zat deyil ki. Nəysə. Qapının ağzında öz-özümə deyinməkdən başqa çarəm qalmadı və özümə söz verdim ki, indən sonra küçəni bayırı zibilləyən görsəm, kimliyindən asılı olmayaraq ağzıma gələn deyəcəm. Paytaxt küçələrində demək olar ki, hər addım başı məişət tullantılarına rast gəlmək mümkündür. İnsanlar nədənsə tullantıları zibil qabına yox, parka, küçəyə, hətta mənzildən aşağı belə atırlar. Bu həm şəhərin səliqəsinə, həm də antisanitar vəziyyətin yaranmasına səbəb olur. Bəs bu problemin aradan qaldırılması üçün nə etmək lazımdır? Bağçalarda, ali təhsilli ocaqlarda, məktəblərdə düzgün tullantılar olan münasibətin düzgün formalaşdırılması, mədəniyyətin inkişafı formalaşsa gənclərdə müəllimlər ki, onlar ailət üzvlərinə təsir göstərəcəklər, onlar da maşınına gedib onu atmayacaqlar. Bakı şəhər sakinləri isə bu əməllərinə haqq qazandırmaqdan belə çəkinmirlər. Özünüz nə varsa balaca bir zibil olsa belə atmısınız? Elə boynum olub, bəli. Bunu tənbəlliyi ilə əlaqələndirmək olar, yoxsa necə? Biraz elə, bəli. Çox vaxtdır, həmişə. Olub. Çox olub belə şeylər. Vətəndaşların çoxu iddia edir ki, tullantıları zibil qutularla kənara atmaların bir səbəbi də zibil qutularının sayının az olmasıdır. Əlimdə də kağız olanda axtarıram yeşik ki, hara atım. Amma ki, yeşiklər azdır. Çox vaxt küçəylə keçəndə, trotuarla keçəndə görmüşəm ki, 9-cu, 10-cu mərtəbədən zibilləri küçəyə atıblar. Binalardan hər dəqiqə atırlar. Zibilləri zibilligi aparmırlar, atırlar pəncərələrdən. Hər yerdə zibillidir. Azıla qışda, yayda falan da zibil atırlar, ya üst başım batır, qalırsan elə belə. Hansı əşyalar istəyirsiniz, hətta geyimi belə, qadınların geyimlərini belə, orada əhali belə qəbul edir ki, zibili ancaq oradan atmaq lazım. Mütəxəssislər hesab edirlər ki, problemin qarşısı alınması üçün ilk növbədə maarifləndirmə işləri aparılmalıdır. Alimlər isə hətta memurların belə zibil qutusunun yerini tanıdığını sübut ediblər. Bəs siz necə? Zibil qutusunun harada yerləşdiyini bilirsinizmi? Ekoloqlar isə qanunvericilikdə bəzi dəyişikliklərin aparılmasını və zibil qutularla istifadə etməyib, əksinə şəhəri zibiləməklə məşğul olan şəxslərə qarşı cərimələrin tətbiq olunmasını məqsədə uyğun hesab edirlər. Sərt qanunlar da təklif eləmişəm ki, heyvandan və yaxud da haradansa maşından nə atırlarsa atsınlar fərqli olmayaraq yüksək bir məbləğdə cərimələndirməlidir o şəxsləri ki, onlar gələcəkdə o tullantıları atmasınlar ki, cərimə həmən tullantıların miqdarından 100 dəfə artıq olacaq. Amma bu hələ harasıdır? Gündəlik qarşılaşdığımız hallardan biri də yol gedərkən avtomobilin pəncərəsindən atılan tullantılardır. Sürücülər arasında apardığımız sorğuda cavablar müxtəlif olsa da, bu faktı danan olmadı. Kimisi bunu avtomobildə lazımi şəraitin olmaması, kimisi isə xarakterindəki tənbəlliklə əlaqələndirdi. Onlar siqareti məsələn açaram kulokunu, ataram, ələncə olur. Ərə özünə cavab deyil. Sansa olub, amma ki, külqabı işlədirəm. Əlbəttə olur, onun da çox olur. Bu vəziyyət təkcə avtomobillərdə olsaydı dərd yarı. Solmazdan başına gələn hadisə ilə gün ərzində demək olar ki, əksəriyyətimiz rastlaşırıq. Söhbət bina evlərində yaşayanların eyvanından atdıqları tullantılardan gedir. Sorğu zamanı aldığımız cavablar da sübut etdi ki, bu problem həmişə olub və bugün də davam edir. Hətta bu məsələyə görə qonşu davasına çıxanlar da olub. Qonşularımız deyilənçinə hara gəldi atırlar zibili, 8-dən olsun, 9-dan olsun. Zibil pəncərə, qapı nə gəldi atırlar.
Hərdən istəyirəm bir söz deyəm, amma qorxuram ki, məni qınayarlar. Çünki bizə ictimai qınaq biraz zəifdir. Hər bir şəxs atdığı tullantının yerinin fərqinə varmalıdır və hər kəs bilməlidir ki, zibili kənara atmaqla öz mədəniyyətini ortaya qoyur. Buna görə də mədəniyyətsizlik olan belə mədəniyyətsizliklərə yol verməyək. Unutmayın, tullantının da öz evi var. Şəfqə Murad qızı, Həmid Əhmədli, Lider TV. İstəyirsiniz zibil atın, istəyirsiniz atmayın. Təbii ki, bu sizin mədəniyyətinizlə bağlı olan məsələdir. Amma nə qədər zibil atsanız da siz Bakının gözəlliyinə xələl gətirə bilməyəcəksiniz. Əksinə, paytaxtımız hər yeri zibilləməklə məşğul olanların acığına günü-gündən gözəlləşir, inkişaf edəcək. Paxıllığınız da elə özünüzə qalacaq. Elə əməkdaşımız Ayaz da bu fikirdədir. O da günortalar belə hadisələrlə tez-tez qarşılaşdığını deyir. Elə buna görə də gündüzlər deyil, gecələr şəhərin gəzintisinə çıxmağı qarşısına məqsəd qoyub. Bakının gecələrindən maraqlı reportajlar hazırlayan Ayazın gördüklərini siz də görmək istəyirsinizsə, diqqətiniz bizdə olsun. Saat artıq 06:37-ni göstərir. Günəş tam görsənir. Bu isə o deməkdir ki, hər bir insanın həyatında yeni bir gün başladı. Bir hikmətli kəlam var. Günəş sənin üzünə deyil, sən onun üzünə doğ. Yəni, günəş doğmadan yuxudan oyan. Bu işdə xeyir, bərəkət var. Yuxudan tezdən oyanmağı isə hər kəs bacarmır. Mən hər gün səhər tezdən evdən çıxıram. Demək olar ki, hər gün günəşin çıxmağını görürəm və bundan ləzzət alıram. Yəni, səhər-səhər idmana çıxıram, bu günəşi görürəm, necə deyim sizə, bu havanı duyuram, beləncə ləzzət alıram. Günəşin səmada görsənməsi artıq səhərin açılması deməkdir. Səhərin açılışı isə kimisi işə gedir, kimisi idmanla məşğul olur. Sağlam bədəndə sağlam ruh olar. Bu prinsipə əməl edən insanların bir çoxu isə günəşin doğması ilə dənizkənarı Milli Parka tutur. Beş ildən yuxarıdır ki, mən hər gün demək olar ki, bu dənizkənar bulvara gəlirəm və yaxud da ki, Mərdəkənar dəniz kənarına gedirik bir yerdə yoldaşlarla. Duzlu gölə gedirik. Yəni, hər günü biz idmanla məşğul oluruq. Yatıb qalmaqdansa səhər-səhər durub idmanla məşğul olmaq daha önəmlidir. İnsanın can sağlığı, uzun ömürlüyünü artır. İsti yay günlərində gündüzlər şəhərin küçələrində o qədər də qələbəlik yaşanmır. Elə ki, günəş qüruba indi, bu zaman parklar, xiyabanlar insan kütləsi ilə dolub daşır. İşıqlı küçə və prospektlər isə insanlarda daha çox gündüz təəssürat yaradır. Müxtəlif rəngli işıqlar gecəyə xüsusi gözəllik qatır. İnsan özünü sanki nağıllar aləmində hiss edir. Bəyaz gecələrin şahidi olmaq üçün artıq uzaq şimal şəhərlərinə getmək lazım deyil. Bakı gecələri o qədər işıqlı olur ki, gecə ilə gündüzü seçmək olmur. Əgər əvvəllər insanlar Parisi, Neapolu, Bakı ilə müqayisə edirlərsə, artıq indi Bakını Parislə, Neapolla müqayisə etmək məcburiyyətində qalırlar. Bakı Avropa kimi çox gözəl şəhərdir. Ki xüsusi mən fikirləşirəm ki, günəşdən indi kimi o axşam daha çox gözəl yerdir. Ona görə mən hər axşamda, həftədən bir, iki dəfə, üç dəfə axşamda bura gəlirəm. Yuxarıdan mən neçə dəfə oradan qalxır, oradan bura, bu tərəfə görürəm. Amma çox yaxşı görsənir. Dağüstü parkdan görünən şəhərin mənzərəsini sözlə ifadə etmək üçünsə dil acizdir. Yüz danışmaqdansa bir görmək daha yaxşıdır. Spin it and turn it, seems so you earn it. Now you know the game begun.
Şəhərimizdə gecə saatlarında istirahət edən insanların sayı hesabı yoxdur. Paytaxtda gecə saat 12-dən sonra isə avtobusların və metronun fəaliyyəti dayanır. İnsanların bir qismi sonunda mənzil başına çatmaq üçün öz minik avtomobilindən, bir qismi isə taksilərdən istifadə etmək məcburiyyətində qalır. Gecə taksi sürücüsü işləməyin öz əziyyətləri var. Boş yollarda hərəkət etmək, mənzil başına vaxtında maneəsiz çatmaq nə qədər asandırsa, yuxusuna haram qatıb sükan arxasında uzun-uzadı müştəri gözləmək bir o qədər də çətindir. Amma gecə taksi sürməyin maraqlı tərəfləri də var. Müştəri yaxınlaşdı, əyləşdi maşına ki, gedək Masazıra. Nə qiymət danışdı, nə bir şey. Elə yarı yolda qayıtdı ki, 5 manat verəcəm. Dedim, yox da 5 azdır. Oxşum birtəhər getdik. Masazıra çatana kimi hər 2 dəqiqədən bir 5-5 verdi. 5 manat verirdi. Az dediyicə 5 verirdi. Hər dəfə az dediyicə 5 verirdi. Oxşum haradasa bir 30 manata gəldi çıxdı. Düzü qaydanda 20 manatını verdim özünə. Haradasa elə mən dediyim oldu da, yəni 10 manata apardım, çatdırdım. Birini aparmışım, dedi ki, Milli Bankın yanına apar məni. Milli Bankın yanına düşürmüşəm, deyir, yox, bura dör. Deyir, orada saray vardı, sarayın yanından mən görüm ki, Milli Bankı yox. Hələ aparını fırladım, təzənən sarayın qabağında, dedim, bax, orada Milli Bank görsənir. Belə adamlar çox olur, belə maraqlı hadisələr çox olur bizim başımıza gələnlər. Taksi sürücüləri özləri də etiraf edirlər ki, bu peşə böyük səbir tələb edir. Ən çətini isə müştəri ilə dil tapmaqdır. Başlarına gələn bütün əhvalatlara baxmayaraq, onlar vətəndaşlara xidmət etməkdən məmnundurlar. İstədiyi yerlərə vaxtında çatdırırıq, Allah şəkil. Məsələn, mən özüm şəhər adamıyam, boy yerdə tanıyıram. Harada deyirlər, daha soruşmam ki, haradan gedim. Belə özüm tutmuram, düzaqlarım yerlərə. O da ləzzət edir, mənə də. Belə adam bu işdən həzz alır da, belə maraqlı işdir. Ayaz Kazım, Elvin Muradov, Elşad Məmmədov, Lider TV. Bax belə, başqa ölkələrdə olmaq, tarixi yerləri gəzmək doğrudan da gözəldir, elə dondurmanı yemək qədər. Amma onu yeyib, kağızını, ağız burnunu sildiyin salfetlə bir yerdə avtomobildən, yaşadığı mənzilin eyvanından çölə atmaq, bax bu sözün həqiqi mənasında mədəniyyətsizlikdir. Gözəl Bakımızı, paytaxtımızı çirkləndirənlərə deməyə bundan yumuşaq söz tapa bilmirəm. Əgər siz tapa bilsəniz, bizə də yazıb göndərməyi unutmayın. Sağ olun, salamat qalın. Nəylə başlayıram, nəylə qutaram, nə təri olacaq? Nəsə pozitiv bir şey var. Yəni, belədir də, belə olmalıdır. Hə, tez başlayaq da. Aday Harry, hə? Mənim pozitiv enerjimi söndürməyin, ha. Belə eləməyim. Nə oldu ola? Ay, oy, ay, oy. Bax, gör sən neynirsən? Elə mənim üçün də maraqlıdır. Yox Allah.